heç bir işimizin elə bilirəm bir xeyir duası, bir bəhrəsi olmaz. Bir şey ki, bizim həqiqətən bu tədbirdə, bu layihədə sizin də adınız keçirsə, hər işimizin başında da siz dayanacaqsınız. Ona görə də dəyərli Zülfiyə xanım istədik, elə yeni ilimizin ilk görüşünü də sizinlə başlayaq. Güzel, sen buradan çıkardın. Ben de oturalım. Böyle hamınızı xoş gördük. Şükür olsun bugünümüze. Ama ben bir təklif edeceğim. Bizim her birimizin, her an, her saat, bütün xoş anlarımıza, durup yerimizden bir cənnətə gəlməyimizə, evimizə vəsilə olan evladlarımız var. Onlar bizim şəhidlərimiz. Biz onları anmasaq, biz onları unutsaq, o unutqanlıq bizə çox baha başa gələ bilər. Ona görə də çox istərdim ki, ilk növbədə biz o şəhidlərimizi bir anlıq sütundan yad edək. Çay içəcək, çay gələn Adəm qarşı onu yazma. Bunu heç kəs etməyəcək. Əslində, həmişə dediyim bir söz var. Bütün çıxışlarımda yanım bilirəm. Dövlətimizin, xalqımızın bundan sonraki oğlunun 3 şərti var. Şəhidinə hörmət, qazisinə diqqət, insanına məhəbbət. Bu 3 varlıq bir yerdə bir yumruqdur, bir birlikdir. Bütün çətinliklərdən çıxmaqdan ötürü bir fəaliyyət yolumuzdur. Bura gələndə fikirləşdim, səhər tezdən çox qəribə bir anla rastlaşdım. Ondan başlayıb sonra keçmə əsas mövzuna. Bir zərurətlə təsadüf bir-birinə tamamlar. Zərurət olduğundan təsadüflər baş verir. Bu təsadüf olmaydı deyirsən. Amma bilmirsən ki, zərurətdir insan üçün tale, qismət, vaxt yazılır. Bunun üçün təsadüflər yazılır. Bunu niyə deyirəm? Gör, bəlkə də bir 15 il bundan öncə bir tədbirdə biz rastlaşırıq. Yasəmən xanımla. Və həmin o tədbirdə Yasəmən xanım mənim bax bu sağ tərəfimdə əyləşir. Şəkildə baxma. Heç nə ona gəlməzdi ki, gün gələcək, Yasəmən xanım məktəb çıxaracaq, iş quracaq, gəlib ilk tədbiri hazırlayacaq və məni bu tədbirini dəvət edəcək. Amma mən bilirəm ki, bugün də bilirəm və sabahda Allahın verdiyi xüsusi qabiliyyətlə kim nə fikirləşəcək, kim nə edir, biz harada nə vaxt olmalıyıq, kiminlə görüşməliyik. Bu Allahın bizə bir isnidir də. Deyir ki, yaxşı toxum əkəndə yerə, ona yaxşı qulluq eləyəndə o gözəl baq bəhər verir. Bax, təsəvvür edirsiniz ki, mənim belələri 1-dür, 5-dür, 100-dür, bəlkə də minlərlə bu dəqiqə mənim sevdiklərim var, məni sevənlər var. Bu mənə çox ruh verir. Sizin hər birinizi çox sevirəm. Mən nə üçün bu mövzunu belə seçdim? Mənim bəlkə də nəinki mənim bəşəriyyətin, ölkəmizin, insanlığın ən birinci qayğısıdır, məqsədidir və məramıdır. Sağlam qadın, sağlam cəmiyyət deməkdir. Ona görə bir neçə şeyi xatırlayaq. Allah birdən yarattı. Adəmi gözəl yarattı. Tam özünə bıçağına misil yarattı. O deməklə olasıydı. Amma bir həqiqətə gəlinin birə başlı nöqtəyə baxaq. Məhz Allahın istəyi o oldu ki, Adəm üçün ikinci bir şəxs də gəlsin dünyaya. Bunu Allah istədi. Amma diqqət edin bu koda. Ol deməklə olasıydı, amma Adəmin razılığını alın. Gör ha, ədalətə bax, mərhəmətə bax. Deyir ki, Adəm razısan mı? İkinci fərdi yaradan. Bir ilahi söz sənə məxsusdur. O ikinci varlığı, bu Həvvadır. Adəmin gözəl, Həvvası ondan gözəl. Amma necə inkişaf edir? Birləşdilər, baxın, ürədilər, artdılar.
yer üzünə yayıldı, qəbilə, tayfa oldu, xalq və millət oldu, bax, eləcə cəmiyyət oldu. Bu tarix kitablarda çox yazılır. Amma ilahi eşqindən, ilahi olan mənə olan məhəbbətindən və məhəbbətindən, mənim verdiyim informasiya bir cümlədə necə yığılır? Və bizim üçün çox maraqlıdır. Nə üçün biz belə fikirləşik ki, sağlam qadın, sağlam cəmiyyət deməkdir? Bunun üstündə çox ciddi fikirləşmək ona görə önəm daşıyır ki, bütün cəmiyyətdə bugün baş verən kataklizmalar, bütün bəşəriyyət görürsünüz bir anda belə bir fikir sanki bütün cəmiyyət dağılmaq üzrədir, insanlıq məhv olmaq üzrədir. Evlərdə narazılıq, cəmiyyətdə narazılıq, iş yerində söz-söhbət. Və bunların çox qəribədir ki, özəyində qadın hikkəsi, qadının məktudur. İndi ikinci bir yana diqqət edin, baxın. Ana qədər müqəddəs qadın. Deyir ki, cənnət Allahın əmrlərindadır. Bunu bir-birinə qatmayaq. O ananın ki, o qadının ki, necə ki, Quranda yazılır ki, bir qadının həyatda həm bu dünyada, həm o dünyada verəcəyi hesabatın önündə birinci Allahın yaratdığı, onun izni ilə dünyaya göz açdığı şəxsə olan hörməti, diqqəti, qayğısıdır. Çünki mən bilirəm, mənim çıxışından sonra sizin suallarınız olacaq. Hamınızın sualını eşidirəm. Ürəyinizə keçirdiniz. Onlarla cavabını deyəcəm. Kim razılaşmasa argumentin gətirər, mən deyərəm ki, eşq olsun. Baxın, bizi Allahın eşqi ilə, izni ilə biz, o kişinin vasitəsindən, o bizi qadın etdi. O bizi ana etdi. Kimsə buna bu argumentdir. Kimsə buna deyə bilməz ki, o belə deyil, düzdür. Amma zaman-zaman biz nələrə rastlaşdıq. Mən çox vaxt böyük autoriyada dərs deyirəm, hamı onu bilir, orada çox vaxt qalma oldu. Niyə əvvəl dedim ki, bax, mən nəyi görə bilmədim və bax, bunu fikirləşək, bunu necə edək? Bizim tam olmağımız üçün, biz burada yarımçıq qaldıq. Tam olmaqdan ötürü bir insan mütləq yadda saxlayın. Qurban olduğum bütün insan, elə bir boyunbağa gözünüzün qabağına gətirin. Onlar necə düzülür hamımızda? Onun biri olmasa o tamamlanmır. Və onun biri qırılsa, nə qədər gözəl işlənmiş iş olsa o dağılır. Demək, tam olmaqdan ötürü bizim bir olmamız lazımdır. Biz bircə candan yaranmışıq. Tövsiyə edirik ki, biz bu canı sevməsək, inanın ki, biz məhv olarıq. Və bunu unutmaq olmaz. Bəzən böyük autoriyada danışanda xanımlar etiraz edirlər. Mən də deyirəm ki, bax, biz kişi deyən kimi birinci atanı fikirlər. Kişidir, oğul, qardaş, qaldı burada bir nəfər. O bir nəfər ki, sənin yanında isti nəfəs, sənin başının tacı olmalı insan. Mən o suallarda cavab verəcəm. Onda mənə sual verəndə, o sualı mənə vermədən bir də fikirləşək. Məsələ bundadır ki, bax, o bugün bizim narahat edən, müəyyən qüsurları ilə olan ətrafımızdakı şəxsin də o cür olmasının yenə səbəbkarı biz qadınıq. Subut eləyək. Bugün cəmiyyətdə müxtəlif ifadələr işlədilir. Sağlam, sağlamlığı məhdud olan insanlar, inklusiv deyilən ifadələr. Mənim əzizlərim, yenə də gözəl dinimizdə, Quran-ı Kərimimizdə və Allahın bizə bəxş elədiyi elmdə ifadə olunur ki, insanın dünyaya sağlam gəlməsi üçün iki fərdin düzgün, halal münasibəti gərəkdir. Aşıq Ələsgər deyirdi ki, iki könül bir-birini tutmasa, vallahi alan da yazıqdır, gələn də yazıq. Amma bir şərt var. Gərək insanlar bizə şuur bəxş olun. Həmişə autorda izləyən dedim ki, baxın, şuuru burada yaratdı.
bütün orqanlarımız onun altındadır. O insan xoşbəxtdir ki, həmişə şuurun burada olmasını hiss edir və o orqanlara tapşırıq verir, onları idarə edir ki, o həddini aşıb bura çıxmasın. Çünki çıxanda zina baş verir, düzgün olmayan pozğuntular baş verir. Bu tək bir adam üçün olsa, bəlkə biz bunu keçə bilərik. Amma bir adamın o zinası milyonlar üçün fəlakət olur. Bax, ona görə biz qadın haqqında danışanda mən bu məsələləri ciddi deyirəm. Və istəyirəm ki, bu auditoriyada bugün deyəcəyimiz sözləri özünüzdə saxlamayın, mənim əzizlərim. Elə öz ailenizdən başlayın, özünüzdən başlayın və görüşdüyünüz insanlarla, pasiyentlərlə bunları düzgün izah eləsək, inanın bizim problemimiz olmaz. Allah sağlam can yarattı, gözəl və yaraşıqlı. Əlil, zəlil yaratmadı ki. Bəs niyə heç fikirləşmir ki, zaman nədən belə oldu? Biz qəzaları nəzərdə tutmuruq. Ola bilər ki, qəza olar, avtomobil, filan. Söhbət dünyaya gələn uşağın sağlam doğulmasından gedir. Müsbət enerji ilə doğulmasından gedir. Bax, bunun üçün yenə xalq pedaqogikasında gəlsin. Yenə də xalq pedaqogikasında, orada izləyəndə mən üçün rahat olur. Deyir ki, bir mahnımız var da bizim. Deyir, bir əlim yar qoynunda, bir əlim duadadır. Heç fikir vermişsiniz o sözə. Bəlkə də heç çox ona fikir. Necə yəni? Bir əlim yar qoynunda, bir əlim duadadır. Bu iki fərdin o münasibətlərinin kulminasiya nöqtəsində o birinci şəxsin beynindən keçən ifadədir ki, ilahi. Bu elə bir prosesdir ki, bunu dərk eləmək lazımdır ki, bu o qədər təmiz, ülvi, dəqiq və halal olmalıdır ki, üçüncü fərd də olacaq. Üçüncü şəxs onda sağlam da olacaq. Yox, əgər ya bunun, ya ikinci fərdin fikrindən nəsə dilinə gətirməsə belə etirazı qara enerjinin dölə qopması deməkdir. Bu isə uşağın şikəst olması deməkdir. Baladadır, baldadır. Bala adam Allahdır. Şirin olur, acısı da baldadır. Ən böyük sınav insan üçün istəyir kişi, istəyir. Onun balasından olan sınavdır. Bax, bunu unutmayaq. Və ona görə də müxtəlif misallar içərisində bir misal deyə bilərəm. Gərək insanın arzusu və istəyi reallığa əsaslansın. Və insan dərk eləsin ki, o uşaq bir əmanətdir. Bax, bunu yadda saxlayaq. Bir fərddir. Bir fərd bizim kimi. Və onun da həyatda düzgün inkişafı bizim olan münasibətimizdən asılı olacaq. Təsəvvür edir ki, ailədə iki gözəl evladı var, qız evladı. Hər iki tərəfi, kişinin qohmaq bəbəsi, qadının ki, biz oğlan istəyirik, biz oğlan istəyirik. Bu qadına nə qədər baskı və anlamır ki, bunu verən var. Sən kimsən, mən kiməm. Və onların üçün üçüncü evladı oğlan uşaq. Gözlər olsun, görməsin, bizdə belə bir ifadə var. O uşaq bir formadaydı ki, inan Sevinç xanım, uşağı ələ gətirir. Bütün ailə məhv olur. Bütün ailə. Və bu bir göz dağıdır. Göz dağıdır. Bax, ona görə bir məsələni istəyirəm ki, hamı yadda saxlasın. Öz seminarlarımızda, tədbirlərdə, bu məqrəbədə deyin, ay balam. Yenə ki, Allah bilən məsləhətdir. Allah verən məsləhətdir. O nə versə yaxşısın birə. Gəlin, biz onu getməyək. Əgər istəyiriksə ki, biz rahat olaq, xoşbəxt olaq. Bax, məsələ buradadır ki, bu qadının cəmiyyətdəki və məişətdəki rolunu izah eləyəndə həmişə, gəlin, xoş gəldiniz, qadın haqqında izahat verəndə mən izahat verirəm. Bax, bütün cəmiyyət ailələrdən ibarətdir, düzdür? Bütün dünyada bu belədir. Bəzən autoriyyə soruşurdum ki, əziz müəllimlər, yəni mən özümü təqdim edeyim, bu təzə yoldaşlarımız da var da. Mən 90-cı ildən öyrənəç edilir. Mən bu respublikanın əməkdar müəllimiyəm. Və mənim bu əməkdar müəllim almağımın da özünün bir qeyri-adi bir nədədir.
Mən ikinci kağıdı işləmişim. Rayon. 80 minlik bir rayonun ikinci kağıdı. Rəhbər işdə olan adamım. Amma ona da bir söz fikir söyləyəcəm sizə. Deyəcəm ki, bax, ay qadınlar, bunun nəyi müsbət, nəyi mənfidir. Mən qayıtdım, gəldim məktəbə. Mən iqtisadca tarixçiyəm, Bakı Dövlət Universiteti tarixini qurtarmışam və başladım işləmək orta məktəbdə. Bir görünəmək və orada çox gözəl işlər gördüm. Bir böyük muzey düzəltdim, muzey dərs sistemi yaratdım. Bakıdan nə qədər gələn varsa rayona, bütün mənim məktəbimə gəlirdilər, mənim dərsimə gəlirdilər. Mən heç o zaman heç özüm də bilmirdim ki, mənim qeyri-adiliyim nədədir. Mən nə cür dərs keçirəm, nələr yazıram. Bax, bu proseslərdə 90-cı ildə 10 nəfər respublikada fəxr ad verməliydilər və deyirlər ki, bir nəfər bizə əsl, praktik iş olan müəllim olsun. Və mənim məktəbimə gəlib bilən insanlar da görmüşlər. Demişlər, orada bir müəllimə var. O çox qəribə, adi, başqa cür dərs keçir. Neysə, bir qismət oldu. Mən 90-cı ildə əməkdar müəlliməm. 88-ci ildə ondan öncə mən Azərbaycan Müəllimlər Qurultayının nümayəndəsi olmuşam və buradan Moskvaya nümayəndə getmişəm. Ora seçilmişəm və orada SSR Təhsil Şurasına məni üz seçdilər. Respublikadan cəmi 3 nəfər. Biri Azinin rektorudur, rəhmətli Toy müəllim, Yevlatdan Şöyəbov məktəb direktoru, bir də mən müəllimə kimi. Niyə müəllimə kimi sözünü təkrar deyəcəm, onu yadda saxlayın. İnkişafçı bu çox önəm daşıyır. Və 88-ci ildə hadisələr başladı. 16-sında fevralın Əli Bəxtiyar öldürüldü Qarabağda. Ayın 18-də mən SSR üzrə təhsilin ən ali medalını, Krupskaya medalına layiq görüldü. Maraqlıdır. O medalı 3 respublikadan, o vaxt privatika vardı, 3 elmlər doktoruna verirdilər, Yasəmən xanım. Mənim yaratdığım muzey dərs sistemi və fəaliyyətim nəticəsində mən onu namizəd düşdüm. Və o zaman hətta mənim şəklimi istədilər ki, görək bu necə adamdır, axı bu, keçən dürüst qonşularımız deyir, bunlar adam yiyəndir, bunlar falandırlar. Və o vaxtlarda deyir ki, var, bu zaman mələkdir ki, şəkildə onda da biraz cavanlıq tamam bir başqadır. Və mən SSR Təhsil Şurasının üzvü kimi Yugoslaviyanın iş təcrübəsini öyrənməyə məni göndərdilər. Bax, orada mən bu respublika üçün bugün fəaliyyətdə olan praktik psixoloq ştatını gətirmişəm, mənim əzizim. Ona görə də mənim üçün bu sahə çox maraqlıdır və təhsildə milli məsləhətçiyəm. Təhsildə bugün istifadə olan bütün yeniliklərin mən proqram müəllifiyəm və həm də onu həyata keçirən bir şəxsəm. Ümumiyyətlə üzdə olan, iş başında olan həmişə. Amma bunu ona görə demək istədim ki, bütün sferalarda bir qadın kimi öz mövqeyim olub, öz çəkinəcəyim olub, heç vaxt ön plana yox, elə arxa planda o işlərini işləməyə çalışmışam. Bunu ona görə deyirəm ki, bu bizim üçün, hər birimiz üçün çox önəmli bir şeydir. Harada olmamızdan asılı olmayaraq, unutmayaq, biz qadınız. Bizim missiyamız var, bizim işimiz var. Və onda soruşurum ki, ay Atori, soruşun məndən ki, sən nə yenilik verdin, nə idi sənin başqalana fərqdir? Mən onda mühit haqqında danışdım. Dedim, baxın, mühitin ilk növbədə ailəmizdən. Orada 2 fərq var. Kişi var, qadın var. Və hərəsinin öz missiyası var. Qadın, kişi bütün o ailənin namusunun süpəridir, onun alanı, fiziki cəhət. Amma qadın evin dirəyidir. Aşıq üz görən yerə gedir deyib atalar. Gör nə gözəl sözdür. Deməli, o isti ocaqda, o gülər yüz. Niyə biz qadından daha baxın? Bunu unutmayın. İnsan dünyaya gələn andan sona qədər onu gözəl bir qadın siması izləyir. Canından can ayrılan ana paramparça olub, qoyursan bu körpəsini, o gülə-gülə baxır. Gözün açan körpə birinci nə görür? Gülər qadın siması. Sonra ana, sonra bacı, sonra yar, yollar və dünyanı dəyişəndə də o xoşbəxt kişinin ki, o qadın ona yola sıxılanda, görün, nə boyda bir missiya var. Xoşbəxt o kəsdir ki, bax, o bu missiyanı yerinə yetirir. Ona görə mən qadının, sağlam qadından danışıram, söhbət ondan gedir.
iddialı, ədalı olmamaq hər bir insanın borcudur. İnsanı məhv edən, insan bir yazı yazın, bir zərrəcik, bir danəcik. Nədən iddian bu qədər böyük? Ey insan, sən kimsən? Hardan gəlib, hara gedirsən? Bu sualı özünə vermirsən mi? Ən birinci yazdığın materialın içindən bir şey. Nədir xoşbəxtlik? O bir an, bircə an. Nəfəsini çəkən zaman. Özünə gələn zaman sən xoşbəxtsən buna. Qusadan qusa olur da, amma necə ləzzət olur. Qayıdırsan, bir xoşbəxtlikdir. Qayıtmırsan, daha böyük xoşbəxtlikdir. Çünki sən haqqın dərgahını ucalırsan. Elə aldığımız nəfəsə görə, gözümüzü açdığımıza görə, əlimizə, ayağımıza görə və hətta deyir ki, ayağın daşa dəysə, ağrıtsa, uf demə. Sevin ki, sənin ayağın var. Bəs ayağı olmayanlar var. Gözü görməyənlər var. Gör Allah onlara necə qeyri-adi qabiliyyət verir. Əli yoxdur, ayağına şəkil çəkir, heykəlsə, gözü yoxdur. Elə işlədir. Bu Allahın bizə nə üçün bu da daha çox, bununsa çox dayanmaq istədim ki, gəlib əsas məsələlərdən birinə. Yəni, onu demək istəyirəm ki, mənim əzizlərim, dünyada biz hər anımızda yenə şükür edək. Hər anımız üçün bu dünyada nə qədər az arzu edib, daha çox çalışsa, Allah bizə lazım olan verir. Bəzən biz darıxırıq, bunu istədik, bu alınmalı. Amma sən bilmirsən ki, bunun dalında nə var? Ondan da gözəl arxada var. Ona görə Allah açan qapını heç kəs bağlaya bilməz. Heç yatar yolumuza da gəlməzdi, heç planlaşıra bilməzdi ki, biz belə bir görüşə gələcəyik. Çünki bizim o qrafikimizdə bunlar yox idi. Bu grafikada yazan, bunu da deyirəm, ilahidir. Və siz təsəvvür edin ki, mən həqiqi mənada deyirəm və bugün buna çox şükür edirəm və Allahdan daha çox güc-qüvvə istəyirəm ki, mən öz missiyamı bir müəllimə kimi, sanki mənim üçün ən qiymətli ad müəllim sözüdür. Yəni, heç sevmərəm başqa. Müəllimə deyəndə həm mən axtarım, həm bir şey. Adım yaddan çıxır, müəlliməni tapım. Ya da katib işləyən vaxt, heç mənim adım yadda sallamıyordu. Mən Rüstəm Səfərəyevdə işləmişəm, Heydər Əliyev dövründə. Deyədik, katibi tapım. İndiqalda, o bilədir katib. Yəni, o işə görə, o fəaliyyətə görə insan deyir, tərcüməyi halı insan özü zənginləşdirir. Tərcüməyi halı insan özü yazır. Çünki öz nə ilə, fəaliyyəti ilə, ünsiyyəti ilə, münasibəti ilə. Bax, o hissiyə gəlmək istədim ki, qadının mühitində rolu. Buna bir konkret misal verəcəm. Bizim Xəzər televiziyası var. Mən orada bir materialını qoymuşam. Sonra Misir məndən bir çıxışımız olub, orada bu Xəzərlikən. Orada da deməli, o vaxtı canlı yayın gedirdi. Mən bir qadın kimi işləmişəm. Mən bilirəm ki, saat 10 gibi sonra həmil yox olmuşdur, 4-də çörək pişirmişim, namazını qılıb. Mən indi baxın, formada görmürsünüzsə, mən həmişə bu formada olmuşam. Qədərində, səliqəli səhmanla. Bütün dərs dediyim tələbələrdə, bax, bu gün iş başından sözüm olsun. Bax, mən bunu mübarəvəsiz deyirəm. Xarakterlərinə görə, ciyiminə görə, keçiminə görə. Çünki müəllim elə bir seymadır, o həmişə göz önündə olur. Həmişə qorubunda iş gördüm, sən gəlirdi. Bəs burada açıq birbaşa efirdir. Deməli, iki kişi əyləşir. Biri tanınmış cərrahdır, biri yazıcıdır. İki xanımdır. Onun biri kafedra müdürüdür, təbii ki bilir. Biri də deyir ki, şairə kimi bir xanımdır. Bax, inanın ki, o kişilər yumuşaq deyir, siz bizim başımızın tacısınız, anamızsınız, bacımızsınız, ona bir təşəkkür edin. O şair yox. Biz Amazon olmaq istəyirik. Biz Amazon. Dedim, əlimi xəmirə götürdüm, götürdüm, xoş mən ona. Dedim, ay yoldaşlar, xoş gördük. Nə yaxşı buradasınız? Allah necə yarattı? Allah birinci kişini yarattı. O nezdiyle səni yarattı. Sənin vəzifənləri Allah'a etibar, yanındakine hörmət. Əgər yaratmasaysan, o nətər danışarlar. Amazon nədir? Bax, görün, bu cür iddiada olan insanları görəndə
Mən həmişə deyirəm, mən ona görə auditoriyada can atmışam ki, həmişə auditoriyada görürlər. Mənim 1000 nəfər, 500 nəfər, ən azı 300 nəfər adam olub. Mən bir dəfə ad soruşmuşam, hamını. Bir dəfə addan sonra hamını bir adı ilə çağırmışam. Bu çox önəm daşıyır. Bayaqlarım ona görə qızımızdan soruşdum ki, adın nədir, dedi Aygün. Və dedim ki, axı nəyə görə bizim insanlarımız ən azı bunu anlamadılar ki, ad insanın tarihini, xarakterini, hətta peşəsini təyin edə bilər. Və ona görə də ayla gün arasında fərq nə qədərdir? İlahi onu elə məsləhət bilsəydi bir yerdə saxlayardı. Birini gecə eləyib, birini gündüz eləyib. Adı Aylil, Aysel, deyirəm qızım, ay gecə olur da, deyir hə. Deyirəm gecə sel gəlsə nətər qaçarsan. Deyir, Aylil, lilin içində hara gedərsən. Yəni bunlara o hissə gəlmədə məqsədim budur ki, gəlin biz bir şey unutmayaq. Əsl qadın öz yerini necə qoruyur? Mən misal çəkirdim dərsimdə. Adicənə bir təhsili olmayan qadındır. Ondan sonra deyir ki, nə danışdılar? 2 misal var. Deyir kişi çöldən gəlib əsərləşir. Bilirsiniz, əslində siz unutmayın. Həqiqətən bugün cəmiyyətdə ən çox ağlını yaşayan qadından çox kişilərdir. Biz qadın evə pul aparmasaq da, bizi ötürərlər, çörək almasaq da. Amma o kişini cəmiyyətdə onun borcudur da, amma onun tək borcu deyil ki, hamının boynunda qəzirdir. Bəs onun müqabilində o çox da şey də istəmir əslində də. Bir uşaq kimi bir sağ, bir tuman, bir xoş söz istəyir. Qapıdan girən kimi deyib qatıq qaradır. Deyir arvad deyil. Bu başladığım ay kişi, qara qatıq var, ağ qatıq var, elə qatıq qaradır. Elə deyir kişi keçdi otağa, uşaq məni öldürür. Mama, mama, mama. Sözü. Nə deyirsən? Nə deyirsən? Dədən qatıqdır, yoxsa bu kişidir? Kişi deyir, bu sözü işte qayıtı gəldi. Deyir, Allah atva rəhmətləsin. Vallahi və billahi. O qədər əsəbi gəlmişdir ki, bunu çox yanımda iyi gəlir. O qədər, o qədər əsəbi. Bir söz idi də, deyir, bir qatan xətrinə deyək də, niyə bu bizə çörək gətirənə, bizə həyat verənə bizim işte? Yaxud da ikinci bir şərt. Bir qadındır ki, necə 51 il yaşamısınız? Dedi, gəlin gəldi, 10 gündən sonra at arabasında. Gedirik, mənə atam öynə var. Yolunu at bir dəfə büdrədi, kişi dedi 1. İkində dedi 2, üçüncündə deyir, həncərə çıxar, atın başını keçəni deyir, mənə kişi 1. Gödər o deyil. Deyir, ondan sonra 2-lə 3-ü deməyə imkan verməmişdim. Yəni, yaxşı at özünə qamçı götürdürmür deyir. Amma necə olur ki, bax, bugün bizim o özünə nəm razı, özündən nətər deyimi, hərəkətini kənardan görə bilməyən insan xoşbəxt o zaman ki, özü Gözəl xanım kənardan görə bilsin. Çünki insan göydə ay kimidir. Görünməyən tərəf insan üçündür. Amma görünməyən tərəfini görə bilən, ona dəyər verən Allahımız var axı. Və sənə dedi ki, cənnət sənin ayağın altında, ay qadın. Amma Sigmund Freud kimi bir alim, bir psixolog 30.000 qadın üzərində aparıyor, sonunda deyir, ay qadın, sən nə istəyirsən? Sən nə istəyirsən? Ona görə deyirəm ki, arzusu istəyə bilinməyən, istiqaməti məlum olmayan qədər. Bax, bu bizim üçün çox ağır bir şeydir. Ona görə mənim ən çox arzuladığım bir cəhət var ki, birinci, həmişə Sabir misal çəkərəm. Bax, bugün də aktualdır Sabir. Biz bir tədbirə getdik akademiyada, bizim İradə xanım da oradaydı, keçmiş təhsil naziri müavinidir. Mən çıxışdan sonra deyir ki, Azər Furam, sən nə qəlbə danışırsan? Bilmədim, mənə Allah belə bu areola saldı da, biraz başqadır. Sabir nə dedi? Deyir, qıza lazımdır bilmək ev işi, paltar tikiş, köhnə yamaq, yun daramaq, ev işi səliqəyə salmaq. Düz ay Gözəl xanım. Bu həmişə bu gün nə lazımdır? Bəs bu günlərim öz evimdə mənim üçün ən çox bir də narahat edən 2 məqam var. Deyirdi ki, uşaqlar yetkinlik yaşına çatanda, yaş dövründə, qızlara anaları, oğlanlara ataları hər şeyi başa salacaq. Eni sual verirəm. Ata-anamız bizi çox istəyir.
olur ki bizim dostumuz oldu mu? Həya saxladı, pərdə saxladı. Biz lazım olan ifadəni anadan, atadan ala bilmədik. Cəmiyyətdə isə bugün baxın, nə qədər naqis insanlar var. O qızlar üçün hansı yollar göstərilir? Oğlanlar daha çətin keçir bu prosesi. Uşaq psixoloji o qədər gərgin olurlar ki, uşaqlar. Biz onu anlatmaq əvəzinə onu baş buraxırıq və o gedir çöldə naqis adamlarla elə bir şeylər, onun həyatı korlanır. Məhv olur, bəs ona görə qadının, yenə qadının, ananın və o valideynin üzərinə çox böyük məsuliyyət düşür. Ona görə də və əsas məsələlərdən biri də mən onu hesab edirəm ki, bir məqam da var. 3 kişi gəlir, bunların da 3 qadın olur, qadınlar danışır. Elə bilirlər, biri ərim belə getdi, yoldaşım belə getdi falan, danışır, o bir ondan betər. İndi üçüncüsü deyir, sən yoldaşım betər. Deyir, o kişidir də, kişidir də. O 2 kişi başa düşür ki, heç bunlar düzgün ifadə eləmirlər məsələləri. Demək, idarə etmə düzgündür, münasibət düzgündür. Kişi də sözün arxasında çox şey var. Artıq o da başa düşdü. Elə şey var ki, onu düzəldir. Yəni, bu münasibətlər içərisində niyə görə biz tez ünsiyyət qurmaq? Misal, ikinci bir şərt. Mən ünsiyyət haqqında daha çox danışdım. Deyir, insan birləşməklə, heyvan birləşməklə ünsiyyət yaradır. Təhsil sistemində də, bütün bəşəriyyətdə də, mən elə bilirəm ki, Allaha and olsun, sübut edəmək. Elə hamımız, bizim uşaqlarda, bizim evdə və alə, hamımızla elə mən bir gedişdirim. Bura mənə ödə doğmalı ki, elə biləm öz evimdir, öz bacılarımdır, öz nə bilim qızlarımızdır. Mən əyləşdim bura. Amma adam var ki, gətirib o adaptasiya ola bilmir. Bax, Yapon təhsil sistemini mən öyrəndim. Orada belədir, birinci sinif uşaq gəlir, 4 dəfə onun yerini dəyişirlər, sinifin içindədir. Sonra otaqları dəyişirlər. İndi bizdə ən az, mən məktəbdə, ali məktəblərindən dərs dedim, bizim mənim gəlirdim, indi tutaq ki, Yasəmənlər, İlhamar gedəvə gəlib, uzaq danışım. İndi gəlir dedim ki, indi Nayda olun. Nayda xanım gəlib, deyirəm ki, ayrama, sən dur keç olar, bunlar düzür. Bir yox, indi mən Nayda özür istədim. Yox, hökmən, ay balam, indi də qeyib bunun yanında oturur. Sonra keçir üvəyin yanında oturur. Sən gəl bax, bu qız xanımın, Jaliyan yanında. Bir-birdən ünsiyyət olundu. Bax, bizim çatmayan odur. Bax, məsələ bundadır. Maraqlıdır, bir məqamı deyim. Bizim o gələn informasiya içində çox maraqlı informasiyamız var. Tutaq ki, Nizami 12-ci əsrdə 2 misra deyib. Eşq edir mehrabıca göylərin, eşq etsəz, dünya nədir də? Yadda saxlayın, sonra daha soruşacağım sizə. 4 əsr sonra Füzuli deyir, yarə, bəlayı eşq ilə qıraşına məni, etmə bu eşqdən bir an cüda məni. Bu nəzəriyyədir xan, Vəfa xan. İndi hər bir nəzəriyyənin qalması üçün milyon nəzəriyyə gəlir də, düzdürmü? Onun hansının praktik tətbiqi varsa, o yaşayır, o itir. 4 əsr sonra nə Cavid? Cavid necə obrazdır? Adam özün yoxuşdur o. Ciddi obrazdır da indi də. Cavid nə yazdı? Gözəl, sevimli də cəllad olsa da. Sevgi xoşdur, sonu fəryad olsa da. Uğrunda mənliyim bərbad olsa da, son iqrarım gözəllikdir, sevgidir. Mənim tanrım sevgidir. Baxın, 4'lük gəl. İndi sizlə bizim fərqimiz nədir? Başqalarından. Allah bizə nəsib elədir ki, biz 2 əsrdə yaşadıq. Burada hamısı keçən əsrdə olan şahlardan əksəriyyətimiz. 2 də erada. Balıqlar erasını indi Dolce erası əvəz edir. Siz bilirsiniz ki, əslində bu era haqqında deməmişdən də var bir şey yada saxlayın. İlahi həmişə o tarazlıq deyilən bir şey var. Harmoniya. Bax, bu xeyirlə, adi insan bədəni. Onda 2 qütb olur. Mənfisi, müsbət olur. Elə ki, inanın zəif olur, içində biraz xırt olur. Onda bax, bu mənfi müsbəti üstəliyir. Xeyir nə şər?
Bunun olmaması üçün də nədən danışaq? Doluşa erası, yəni bu 1000 il ərzində. Çünki hər şey bizim içimizdədir, hər bir insandan. O yaxınlaşır. Özü də hiss edir ki, yadan öyle agresif insanlar, da tədir, nədir? Bu düzələ bilərik. Bax, ona görə də bu vaxtda indi 4 əsr nətər gözləyir? 100 ildir, 400 il. Bax, mən Zülfiyə müəllimə bütün bəşəriyyətə o nəzəriyyəni, o pratiyanın son nəticəsi verildi. İlahi eşq bir əfsanə, cazibası qayıbanə, o şəfqətdir, məhəbbətdir, ülviyyət və ünsiyyətdir ki, onu Allah bizə verdi. Bax, insana verdi. Ona görə ən xoşbəxt insan, ünsiyyətçi insandır. Biz bunu bacararıq. İnsan o qədər maraqlı bir varlıqdır ki, inanın ki, bir neçə məqama deyəcəm, burada psixologlar olmaq mənim üçün çox önəm daşıyır. Bir də bir əsər var idi, İtkin gəlin. İtkin gəlin idi də, o qadının məkrinin ikinci bir misalı. Görürsən, ana bilir ki, bu qızı böyük oğlu istəyir. Anam ona etiraz edir. Onu balaca oğlu alır. Hansı ki, balaca oğlunun öz istədiyi var idi. Amma qanundur da. Alır, gəlini gətirib Yusufə. Kənddə bunun bir keçisi var. Keçisi. O da naxıra göndərir. Axşam o bir yetim uşaq baxır naxıra. Gətirəndə çıxır çölə ki, keçini sarmısan. Uşaq and içir, qan qusur. Valla, billah, ay xala, mən keçini sarmamışam. Qadın əl çəkmir. Nə qədər gücüm çəkirsə, sən yetimsən, təhqir edir. Uşaq qayıdır, onu söyür. Və bu zaman evdə olan Yusuf oğlu çıxır, bıçağı vurur, oğlan ölür. İndi nəticəyə bax. Axtarırlar ki, keçini əmən ilan olub. Qadını hiç eləməkini gördünüz? Misal. Bundan gözəl misal var. Ona görə bütün bəşəriyyət üçün, bütün insanlığın xilası üçün, bütün evlərdə huzurun olması üçün, əziz qadınlar, sizin ehtiyacınız var. İnanın, bugün cəmiyyətdə ən böyük, misal üçün, mən xaricdə olanda, mən çox orada gedim deyirəm, Moskvada da danışanda, orada da Ruslar dedi ki, ay bizim pedagojik iş belə falan. Mən dedim, hansı işlə danışırsınız ki, 12 yaşında qızlarınız restoranın qabağında içinə girməyiblər, otellərin. Onlar mənə dedilər ki, siz xoşbəxtsiz, sizin möhkəm ailəniz var. Mən bugün o sözü deyə bilərəmmi? Siz deyə bilərsinizmi, bugün ailələrdə nə baş verir? Bugün cəmiyyətdə nə baş verir? Baxın, barmaqla göstərilən, mən sizə deyim, niyə biz xoşbəxtdir? Bax, bunu unutmayın, deyin başqalarına. Allahın bizə məhəbbəti böyükdür. Biz harada yerləşmişik? 32 ikinci en dairəsində. Bu, coğrafi ərazidə ay, sağ ol. Bu seyir dalğasının axdığı yerdir, yəni müsbət enerjinin. Bax, müqəddəs varlıqlar, duhalar, zəkalar, elm adamları, mədəniyyət, incəsənət, hər bir bizdən çıxır. Amma siz ona hamısını tanıdınız? Biz tarixə kimləri bəxş etmişik? Nizamini, Füzulini, Cəfəri, Cavidi, Şəhriyarı, Bəxtiyarı, Cənnət məkan bir diyar, Qarabağa tayımı var. Yazanlar içində Zəlimxana tayımı var idi. Bax, bunların hamısı bizə oradan gəldi. Və bu günlərin, o sözümü o yerdə gətirəcəm ki, bir mənada, burada bizim psixologlarımız olduğuna görə, xanımlar olduğuna görə, ilahi millətə olan məhəbbətini 1000 ildə bir dəfə ona elm göndərər. 1000 ildə bir dəfə. Necə ki, Nizamiyə, necə Füzuliyə, Tusiyə. Və bizim üçün də bir xoşbəxtlik baş verir. Siz onu biləsiniz. 2003-cü ildə Azərbaycanda deməli 60-cı ildə doğulmuş Dolşa 7 fevralında Ağdamda tibb təhsilli Yaşar Sadayoğlu İbadova ilahidən bir elm bəxş olunub. Alternativ psixologiya elmi.
Bu kız hara gedib ya bu kursundan sonra danışar yox gələcək. Bu elm insanlığın xilası üçün göndərilən bir elmdir. Bir bəşəriyyətin xilası üçün. Və bugün bir Azərbaycan qəribə bir iş baş verdi. Qarabağ alındı. O qeyri-adi doğulmuş bir insanımızdır. 6 bacının bir qardaşıdır. Anadan olub, bir neçə saat ağlamayıb, məhəbbətdən doğulmuş uşaqdır. Ana xalça toxuyur, ata saatı bir sənətkardır. İlk evladdır. Bir saatdan sonra aylanda. O qədər bəxtdən hayqırıb ki, bunlar mən alıb, informasiya ona özə qədər yox. 3 gün onların həyətində, Şerdi kəndində. Mən tapmışam, araşdırmışam. Elə bir işıq yanılmışam, qalxmışam, hamı dəyişik gəlir, ablam, bu nə işıqdır, bu nə işıqdır. Demək, burada bir qeyri-adi insanımız da olur. Nadir bir şəxsiyyət dünyamıza gəlir. Və bu elmin sahibini bütün bəşəriyyət qəbul edir. Amerika, İngiltərə, Avropa, Türkiyə, Rusiya, Ukrayna, onların hər birinin akademiki, elmi dərəcəsi var, belə elmlər doktorudur, professordur və ən böyük nəticəmiz 24-cü ildə Oxford Akademiyasında bu elmin departamenti açılır, insanlar. Bu dünyada yeganə. Burada, Eko Akademiyada biz yeni bir dənə şöbə açıldı akademiyada. Və oranın vitse-prezidenti və tibbi biologiya, ekologiya bugün ən vacib olan oranın və ona görə sən mən kadr kimi lazım olacaqsan, bax görürsən. Ona görə axtarıram mən sizi. Və mən qram-qram bu insanları bir yerə yetib məqsəd də budur ki, biz hamımız birləşəcəyik və gözəl işlər görək, mənim əzizlərim. Bax, yenə də bir şey var. Bir xoşbəxt o insandır ki, onun içərisində çox qısa, misal üçün, informasiyalar var. Sabah səni nə gözləyir? Bilən bilir. Veriləni verən verir. Amma verilən mükafat da yoxsa cəza mənim əzizlərim. Onu bircə bilən bilir. Çünki qurban olduğun mükafatla cəzanı bərabər sağlayır. Əgər sənin niyyətin safdırsa, əsas bu niyyətdir. Xislətin, məramın, məqsədin düzdürsə, əməl xidmətin üst-üstə düşürsə, sən dünyanın mələyi və əşrəfsən. Necə ki, bu tüzülü bizə veriblər. Onun üçün var dövlət sərlərə ehtiyac deyil. Sənin mənəviyyatın sənin xoşbəxtliyindir. Çünki hər insanın içində olan nə varsa onun üzərində əks olur. Sən bir-birinə baxanda müəyyən şeylər görəcəksiniz. O bizim üzümüzdə əks olur və bizim xoşbəxtliyimiz ondadır ki, bəlkə də biz cavanlıqda səhvlərə yol verə bilmişik, insan səhvlər falı deyil. Amma yaşa dolduqca, təcrübə əldə etdikcə bir ilhama xam deyil, təcrübə başqa şeydir. Və insanın daxilində olan gözəllik onun üzündə yansıyır. Unutmayaq, Allah hamını gözəl yaradır. Sevərək, sevgidən yaradır. Məhəbbəti qəlbində, əksini gözlərində yaradır. Görmüşəm, gördüyümü gözlərində görmüşəm. Orada saflıq, bir təmizlik görmüşəm. Amma hisslərini oxuyanda bilmişəm, sən necə safsan, necə təmiz. Ona görə ünsiyyətdə sən əzizsən, sən əziz. Və əvvəlsiz, sən əvvəlsiz. Onu əksini bizim gözümüzdə verdi. Bax, fikir verin, bugün məni ən çox narahat eləyən. Bəlkə də istəyirəm ki, mən harada çıxam, bir televizorda deyəm, yazıda, pozuda, hər dəfə deyirəm. Heç bir Allahın yaratdığı əzada millimetrovka qədər ola qısada yanlışlıq yoxdur. O hamını gözəl yaradır. Amma sənin gözəl baxışın əsas baxışdır və yanaşmandır. Mən deyirəm ki, ay insanlar, baxın, nəyi dəyişək? Sözüm yarımçılığı qalıb. Bax, kitab, dəftər, məktəbi, hamısı qalıbdır. Biz gələk baxış və yanaşmanı dəyişək. İlk növbədə özümüzə qarşı dəyişək. Özümüzü görək, özümüzə veriləni dərk edək, qədrin bilək. Və anlayaq ki, bax, olarsız, sizsiz mən heç nəyəm. Mən hələ yadıma gəlmir ki, mən namaz qılanda, dua edəndə, mən tək canıma dua eləməmişim. Deyirəm, istəyir, can sağlığı, üzağlığı, yarı, şeytanlar yar olmayaq. Sənin məhəbbət və zəmanətindən bir an bir uzaq olmayaq. Bundan gözəl dua var.
Ona göre ki biz bir cana, bir olarsa bilim var. Biz bu canları sevmesek ne olalım? Şimdi gör benim canımı gördüm. Ha? Necə gözəldir. Sən bunu tanıyırdın, sən İlhamı haqqında mən haca deyə bilərəm. Biz təsadüf, biz görüşdük. Amma siz istəyirsiniz ki, yaşlı olsunuz. Şöyle sen gəlib bu əlin o əlin yerində işlə. Həmişə sağılla solu bağlayın. İndi neçə dəsə deyir, əl ölçənə qoyma. Bax görürsən, nəyə qoymasını deyəcəm. Yəni də bir sağlamlıq proqramı deyəcəm. Mən İlhamə xanımı gördüm, görüşdük. Və ilk görüşdən çox qəribə bir məhəbbət hiss elədi. Yəni, o məndə nə hiss elədirsə, onun da hissiyatı var. Elə ustadım deyib tatlıydıq. Bunlar iki qız idilər. Biri nəsə itirmişik, biri İlhamə var. Mən evdə də fikirləşdim İlhamə xanım. Bugün də deyirəm, mən bana artıq sənə deyə bilərəm. Mən bilirəm ki, sən dəyişməyəcəksən. İlhamı açıqdır. Hamı üçün. Ola bilər hamıda bir qüsur olur. Qüsursuz nə var ki? Böyürlər. Mən o dəqiqə bir dərsə dedim. Hələ demişdim. Ustadım danışmışdım da vardı. Yəni dərhal anlaşdım. Bax, kim deyir ki, gəl yanımda dur. Mən də son vaxtda müşahidə edim, bir neçə gəl. Çünki mən hamını yer tuta bilmərəm ki. İndi mənim damcam İlhamə gəlir, sonra Şalə xanım gəlir, sonra o biri gəlir. İndi Allah qoysa bir İlbəyə qızımıza gələcək meydanımıza. Bax, bu bizim uğurumuzdur. Yəni burada nə var? Anama xoş söz deyirlər, bir çox sağ ol, Allah səndən razı olsun. Amma bir şey unutmayaq, elədiyimiz əməlin heç, məsələn, qiymətini bilən yoxdur. Falan şey yox. Qiymətini bilən bilir, qiymətini verən verir. Bunu unutmayaq. Ona görə buranı təmiz saxlamaq lazımdır ki, nəticəmiz olsun. Qaldı ki, bir əsas məqama, təbii ki, bir istəyirik ki, inşallah proqramımızda belə bir məsələ var ki, ona görə mən daha çox insanlarla görüşürəm ki, bir xüsusi kurs hazırlayacağıq. İstəyirik ki, o akademik vaxtına qədər məhdud olsa da, mən istəyirəm ki, Azərbaycanda da Oxford sertifikatı ilə olan psixologlarımız olsun və onu yaxşı mənimsəsinlər. Biz o alemin kursunu açacağıq, dəvət edəcəyik, təbii ki, ona görə axtarıram ki, görüm, harada mənim kadrlarım var. Bax, onu hamı bilmirəm və bir işin içində bir neçə iş görmək nəticəsi. Təbii ki, burada bir məqamda mən Şalə xanım haqqında demək istəyirəm və sonra Vaymur mən səndən danışacağım. Bax, mənə belə gəlir ki, o gün bir söz demişəm, yəqin bəlkə mənim çıxışıma baxmışsınız. Bugün Mələk xanımla da mən danışanda bir ara getdi qız. O, bizim Mələk xanımımız var, çox istedadlı, çox xanım xatın. O qədər sevgili bir xanımdır ki. Məlikə xanım, mən də Mələk deyirəm də. Mən təsadüf eləmişəm, bir gün mənə yazıb ki, danışıb çox da, mən ona loqosunu tanımışım da, deyirsə ürəyim elə süstür ki, mən sənə görüşmək istəyirəm. Mənim vaxtım var, Ayşədə qurban olum. Amma o Allah istəyən vaxt olur da, həm onun, həm mənim istəyimdir. Doğrudan da mən getdim, onun ofisində görüşdüm. Balaca şey var, indi Atər Aması üçün də baxarsız qurubda, sən atmışdın da sonra. Mən görürəm ki, insanın nə qədər istəyir. İndi bu günlər sözümün canı var. Bugün o istəyirdi burada gəlsin. İndi onun tələbəsi var. Tələbənin anası yoxdur, tədbiri var. Deyir ki, Zülfiyə müəllimə, dedim ki, mən də elə seçərdim. Mən də bura gəlməzdim. Bura başqa vaxta gələ bilərdim. Mən də onu seçərdim, çünki orada ehtiyac var. Bax, bugün də mən Jalə xanım haqqında danışanda, mən onu qısa müddətə tapdım, tanıdım. Amma bu daxtarında özüm bilirəm, kim haradadır, kimdə nə var. Amma onun içində də bir iş var. O axtarır. Mən onu təqdim edəndə, gəlmişlər Kirdirdə, Adəm bəy Çelik belə, orada çıxışım var. Onu oxudum, dedim siz də oxudun, hamıza ait yazmışım. Dedim, Eylül Azərbaycanda olub. Mən onu heç çıxışıra verdim, sizin tədbirdə, orada, orada. Nə varsa o da deyil, mən orada varım, mən şahidim. Mən, dedim, sən onları yetişdirdin. İndi onlar yetişib hazır kadırdır. O niyə sənlə qalsın ləngisin? O kesin qabağa. Necə ki şükür. O gün görür xanımdacı, sən yetişimsən, sən o nə işin var? Amma bu gün sən Jaləni görüb seçirsənsə,
Mən də Jaləyi seçərdim. Niyə? Görürəm ki, istedadı var, həvəsi var, işləmək istəyir, qoy indi onu yetişdirir. Sabahlamda Jaləyi tapmışam, yetişdirməyə çalışmışam. İndi bax, bugün Ülviyəni tapmışam. Bax, hələ heç kəs tapmaydı onu. Mən onu tapdım, bax, bugün də Ülviyəni götürəcəm. Jaləyi onun yanında olacaq, İlham xanım da onu sevəcək, Yasəmən də sevəcək, Vəfa da sevəcək. Hamını sevəcəksiniz bir görəsə. Mən vasitəçiyəm. Bütün yer kürəsi üzrə, o üçün öz ölkəmizdə nə qədər istedadlı insanlar varsa, mənim missiyam odur ki, necə elmin yanında dayanmışam, sizləri bir yer sıxalayım. O istedadsızlar onsuz qabağa gedir. Bizim onlara işimiz yoxdur. Amma sizin qüvvənizlə biz elə gözəl bir nümunə göstərə bilərik ki, davranışına, danışığımızda, hərəkətimizdə bugün hamıya bir daha bəyan edirəm və deyirəm, Allah insana özü hər şey verir, qorumaqdan ötür. Sən əzana toxunma, toxunduğun hər bir əza sənə lənət olacaq. Çox qısa müddətdən sonra küçələrdə üzü gözü sökülmüş, bədən çürümüş insanlara rast gələcəyik. Bu bizə ağrıdır. Sorunumuzsa günahdır, onu bağlı, burasını bağlı.